22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Azərbaycanın Naxçıvan eksklavına maneəsiz çıxış əldə etməsi məsələsinə yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff bildirib ki, bu mühüm dönüş nöqtəsi ABŞ prezidenti Donald Trump'ın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla apardığı səmərəli və gərgin iş sayəsində mümkün olub. Ağ Ev rəsmisi Vaşinqtonda imzalanan və regionda 35 illik qan tökülməsinə son qoyan tarixi sülh bəyannaməsinin artıq bir ilinin tamam olduğunu vurğulayıb. Görülən intensiv işlərin yekun nəticəsi olaraq TRIP, yəni Trump marşrutu konsepsiyası formalaşıb. Witkoff'un sözlərinə görə bu model zahirən həll olunmaz görünən mübahisələrin sonsuz və nəticəsiz danışıqlar yolu ilə deyil, məhz yaradıcılıq, güclü iradə və qarşılıqlı maraqlar vasitəsilə həll edilməsinin qlobal nümunəsidir. Son bir il ərzində ABŞ bu sazişin praktik olaraq həyata keçirilməsi istiqamətində həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə sıx işləyib. Əsas strateji gözlənti isə budur ki, TRIP konsepsiyası gələcəkdə Xəzər dənizi vasitəsilə daha da genişləndiriləcək və bu model Yaxın Şərq regionunda tətbiq olunacaq. Azərbaycanı maraqlandıran digər mühüm hadisə isə qonşu Gürcüstandan gələn kütləvi deportasiya xəbəridir. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə miqrasiya qaydalarını pozan, aralarında Azərbaycan vətəndaşlarının da olduğu ümumilikdə 113 əcnəbini ölkədən deportasiya ediblər. Deportasiya olunanlar arasında Ermənistan, Rusiya, Türkiyə və Qazaxıstan kimi ölkələrin vətəndaşları da var və bu şəxslərin Gürcüstana yenidən girişi rəsmən qadağan edilib. Xəzər dənizinin təhlükəsizliyi və hərbi statusu ilə bağlı İrandan Azərbaycana da təsir edəcək kəskin bəyanat gəlib. İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Xəzər regionunun təhlükəsizliyi üçün sahilyanı olmayan dövlətlərin burada hərbi mövcudluğu tamamilə qadağan edilməlidir. İran rəsmisi vurğulayıb ki, dənizdə baş verən proseslərdən ən çox sahilyanı ölkələr təsirlənir. Buna görə də sabitlik üçün əsas məsuliyyət yalnız onların üzərinə düşməlidir. O, regionda baş verən son hərbi siyasi hadisələrin, xüsusilə ABŞ və İsrailin İrana qarşı yönəlmiş fəaliyyətlərinin Xəzər dənizinin geosiyasi əhəmiyyətini bir daha ortaya qoyduğunu iddia edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.